Salam, hər vaxtınız xeyir. Yasamalda şəxsi evin bir hissəsi sökülüb, MTK sədrini dərhal tutublar. Xətayidə 8 ailənin 18 mənzilli mülki məmurların dəstəyi ilə barbarca dağıdılıb, 2 aydır nə cinayət işi qaldıran, nə də həbs edilən var. Rayonun Həzə Aslanov qəsəbəsində Saday Əhmədov 10 il əvvəl ondan satın aldığım evi müvafiq məhkəmə qərarı olmadan, rəsmi bildiriş, alternativ mənzil vermədən rayon icra hakimiyyəti, rayon polis idarəsinin yardımı ilə fevralın 12-dən 13-ünə keçən gecə yerlə yeksan elədi. Söküntüyə qədər yardım istəmədiyimiz qurum qalmadı. Bizi ignor elədilər. Dağıntını icra edən məmurlara suallarım var. Xətai rayon polis idarəsinin rəisi Vaqif Müslümov fevralın 13-ü gecə Kazım Ağa Kərimov küçəsi 150A ünvanında polis nə əsasla şəxsi əmlakı məhv edənin əmrində idi. Mülk sahibləri və ailə üzvlərini 37-ci bölməyə paketləyib cinayətkarlara rahat şərait yaratdın. Daxili İşlər Naziri Vilayət Eyvazov, vergi ödədiyim dövlətin resursları, gücü şəxsi layihəyə görə mənə qarşı istifadə edildi. Gecə söküntüsünün dövlət üçün zərurəti nə idi? Üzərində həbs qərarı olan əmlakı dağıtmaq səlahiyyətini kimdən almışdılar? 102-yə 102 dəfə zəng vurmuşam. Soruşan yoxdur, nə dərdim var? Söküntünün prezident administrasiyasından himayə edildiyi, sifarişçinin nazirlikdən olduğu deyilir. Bu, polisin səfərbərliyindən də bəlli idi. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov məhkəmə qərarını ignor edib səlahiyyətlərini mənimsəmisən. Dırnaqarası rəyinə arxalanıb evimi xarabaya çeviriblər. Dövlət sənin rəyinlə idarə olunmur. Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyindən 3 əməkdaş dəvətimizlə əraziyə baxış keçirib. Evin tikintisinə dair agentliyə məlumat daxil olmadığı kimi, texniki vəziyyəti ilə bağlı da müayinə üçün müraciət edilmədiyi bizə də Xəzər TV-yə də SMS-lə bildirilib. 3 mərtəbəli evimin cəmi 12 yaşı vardı. Cüt daşdandı. İstifadə müddəti 100 ilə hesablanmış tikiliyə qəsdən dağıdılan kanalizasiya az vaxtda ciddi zərər verməz. Ağır texnika ilə müdaxilədən, bəlkə də 12 ballıq silkələnmədən sonra da divarlar çox sağlam dayanıb. Kiçicik çat da yoxdur. Xətai rayon icra başçısı Rafiq Quliyev, rəy Fövqəladə Hallar Nazirliyindən verilib, mənə aidiyyatı yoxdur demişdin. Rəydə binaların Xətai rihin təqdimatı ilə sökülməsi tövsiyə olunub. İcra başçısı hansı ehtiyacdan ziddiyyətli və yalan danışır? Onu kim məcbur edir? Söküntüyə tövsiyə nəyin əsasında yazılıb? İcra hakimiyyətindən məhəlləmizdə kimsə olmayıb. Nə görmüsən ki, təqdimat da verirsən? Xətai rayon prokuroru Sərdar İmanov, ondan artıq cinayət tərkibi olmasına rəğmən cinayət işi açmamanın səbəbi nədir və ya kimdir? İradəm əleyhinə əmlakım yer üzündən silinib. Prokurorluq publik hüquqi şəxsdir ki, tərəfləri barışdırsın. Bir aydır göndərdiyim sorğuya cavab yaz. Baş prokuror Kamran Əliyev, şikayətimizin şəhər prokurorluğuna rotasiyası nəyi dəyişəcək? Cinayət günü məmurlar arasında telefon trafiki araşdırılacaqmı? Onları sorğuya almağa səlahiyyətləri çatacaqmı? Evimi həmin yerdə və daha üstün şərtlərlə istədiyim kimi, mütəşəkkil dəstə üzvləri və onlarla əlbir məmurlara da layiqli cəza gözləyirəm. Bütün əmlakını, o cümlədən dəfələrlə satıb geri aldığı matah torpağı dövlət hərraca çıxarmadıqca rahat durmayacaq. Mülkü 8 milyona satıb bizə 150 min söyləyəcəkmiş. Yalnız ödədikləri pulu verəcəm, niyə mən itirməliyəm deyir. Pardon, pulumu alıb sərmayə edən, sərvətinə sərvət qatan, sayəndə qanunsuz varlanan sən mi itirmisən, yoxsa cahcalalla yaşayasan deyə bütün vəsaiti əlindən çıxan mən? Kiçik hesablar dərdindəsiniz. Sənin Asobi Addelin, MVD polkovnikin, ondan da yüksək rütbəlin, dırnaqarası müəllimin varsa, yanılmıramsa bizim də dövlətimiz var. Azərbaycan Konstitusiyasının 13-cü mülkiyyət maddəsi, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi vətəndaşın mülkiyyət toxunulmazlığı və dövlət tərəfindən müdafiəsini tanıyır. Qanunların hökmü sizin üçün keçərli deyilsə, o zaman Cinayət Məcəlləsinin 178, 186, 222-1, 292, 294, 297, 303, 306, 309, 310-cu və sair və ilə axır maddələrini əsas tutaraq bu cinayətləri törətmiş, evimin dağıdılmasında birbaşa və dolayısıyla hərəkət və hərəkətsizlik ilə iştirak edənlərə 7 nəsil qüvvəsi olan Tekum lənəti oxuyuram. Sonu sıfırla bitən illər sonunuz olsun. Hələlik.